Salam hörmətli müəllimlər, hər vaxtınız xeyir olsun, xoş gördük. Bugün sizə fərdi təhsil haqqında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 29.05.2014-cü tarixli 645 nömrəli əmri ilə qəbul olunmuş fərdi təhsil haqqında qanunu müzakirə edəcəyik. Gəlin başlayaq. Tez bir qaydada bu hissələri biz başa salmağa. Gəlin başlayaq. Birinci ümumiyyətcə müəllimlər. Unutmaq olmaz ki, fərdi təhsil haqqında qanun 2014-cü ildə verilib və Elm və Təhsil Nazirliyi verib. Qeyd edək, bunu bir daha diqqətli olaq. Dedi ki, Elm və Təhsil Nazirliyinin neçənci il? 2014-cü ildə verilmişdir. Pedaqoq işi haqqında əsasnaməni də diqqətli olun, Elm və Təhsil Nazirliyi verib. Bunun qərarını da unutmaq olmaz. Diqqətli olun. Başlayaq fərdi təhsil. Fərdi təhsil ümumiyyətcə nə deməkdir müəllimlər? 1. Müxtəlif səbəblərdən təhsildən, uzun müddət təhsildən kənarda qalmış şəxslərlə bağlı və ümumi təhsil müəssisələrində xüsusi istedadıyla fərqlənən şagirdlərlə bağlıdır. Bunu unutmaq olmaz. Fərdi təhsillə sərbəst eksternat təhsil qatmaq olmaz. Və o eksternat qaydada da belə bir qayda var ki, müxtəlif səbəblərdən təhsildən kənarda qalmış, amma vaxtından əvvəl bitirməklə bağlı təşkilati formadır. Amma təhsil formadır. Amma burada unutmaq olmaz. Fərdi təhsil həm müxtəlif səbəblərdən təhsildən kənarda qalır və həm də ki, unutmaq olmaz ki, müəllimlər xüsusi istedadı ilə fərqlənən şagirdlərlə bağlıdır. Keçək digər məsələlərə. Fərdi təhsil nə vaxt fəaliyyətə başlayır? Fərdi təhsil müəllimlər hamımızın bildiyi kimi dərs ilinin əvvəlində fəaliyyətə başlayır, yəni sentyabrın 15-də və dedi ki, fərdi təhsilin tədris planını hamıda olduğu kimi kim təsdiq edəcək? Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunur. Adi fərdi təhsilində belə deyim, fənlər üzrə proqramlar dövlət tərəfindən müəyyən edilmiş saatlara uyğun olaraq müəyyən olunur və dərs saatındakı tarifləşmiş ümumi dərs yükünə daxildir. Bunu unutmaq olmaz. Sonra fərdi təhsillə bağlı müəyyən məlumatlar var ki, bunları da xüsusi qeyd etməliyik. Fərdi təhsilin cədvəlini müəllimlər kim təsdiq edir? Direktor. Bunu unutmaq olmaz. Deməli, fərdi təhsilin cədvəlini kim təsdiq elədi? Dedik ki, müəllimlər direktor təsdiq elədi. Bunu da xüsusi qeyd edək. Sonra bir daha başdan deyək. Dedik, fərdi təhsil haqqında qərarı kim təsdiq edir? Elm və Təhsil Nazirliyi 2014-cü ildə. Fərdi təhsil özü nədir? Müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış və xüsusi istedadına fərqlənən şəxslərlə bağlıdır. Keçək fərdi təhsil yenə də eyni qaydada dərsin əvvəlində başlayır. Tədris planını ümumiyyətlə kim təsdiq edir? Hər birimizin tədris planı istəyir fərdi təhsil, istəyir digər evdə təhsil ya adi təhsil məktəblərində fəaliyyət göstərən şagirdlərlə bağlı Elm və Təhsil Nazirliyi təsdiq edir. İndi unutmaq olmaz. Dedi ki, fərdi təhsil diqqətli olunan, belə deyim, dərs yükü necə hesablanan? Adi qaydada tarifləşmiş ümumi dərs yükünə daxildir. Fərdi təhsil cədvəlini kim təsdiq edir? Cədvəlini müəllimlər, direktor təsdiq edir. Və unutmaq olmaz ki, 2 növbəli olan məktəblərdə 2-ci növbədən sonra fərdi təhsil sağlanmır, yol verilməzdir. Fərdi təhsil həftədə neçə gün olur müəllimlər? Həftədə 4 gün olur. Bunu da xüsusi qeyd edək və 45 dəqiqə müəyyən olunur. Fərdi təhsil ümumi təhsilin hansı səviyyələrində olur? Yalnız ibtidai və ümumi orta təhsil səviyyələrində olur. Dedik ki, cədvəlini kim təsdiq edir? Fərdi təhsilin direktor. Tədris planını kim təsdiq edir? Nazirlik göndərir də, hamımız bildiyimiz kimi. 2 növbəli məktəblərdə 2-ci növbədən sonra salmaq olarmı? Xeyr. Həftədə neçə gün olur? Ən çoxu 4 gün olur. Ümumi təhsilin hansı səviyyəsində? Dedik ki, ibtidai və ümumi ortada. Və bunu unutmaq olmaz ki, fərdi təhsilin özünün də ayrıca jurnalı olur. Sonra müəllimlər, fərdi təhsil ümumiyyətcə vermək üçün şagirdlərlə bağlı iyul-avqust aylarında yaşayış yeri üzrə hər hansı bir təhsil dairəsinə təhsildən kənarda qalmasının səbəbini göstərməklə bağlı ərizə ilə müraciət olunur. Burada xüsusi doğum haqqında şəhadətnamanın sürəti təqdim olur. Deməli, yaşayış yerindən arayış, orası səhv düşüb yəqinləri və 2 ədəd 3-4-də foto şəklindən təqdim olunur. Dedik, hansı aylarda? İyul-avqust aylarında. Hansı sənədlər təqdim olunur? Doğum haqqında şəhadətnamənin sürəti, yaşayış yerindən arayış və 3-4-də 2 ədəd foto şəkil. Ümumiyyətcə müəllimlər, uzun müddət müxtəlif səbəblərdən fərdi təhsildəki uzun müddət deyirik ki, müxtəlif səbəblərdən təhsildən kənar qalmış şəxslər, düzdürmü? Baxa gör hansı şəxslərdə uzun müddət təhsildən kənarda qalmış şəxslər kimlərdir? 1.
Ümumiyyətlə ümumi təhsilə cəlb olunmayanlar. Yəni bunlar ümumiyyətlə oxumayıb məktəbi. 2. İbtidai təhsil səviyyəsini bitirir 1-dən 4-ə kimi. Sonradan, yəni 5, 6, 7 buranı oxumayan şagirdlər və ibtidai təhsilin 4-cü sinifi və ümumi orta təhsilin 9-cu sinifinə çıxırıq. Çünki onu burada qeyd elədik də, onsuz da ki, ibtidai təhsil səviyyəsi 4-cü sinifi bitirəndən sonra getməyənləri onsuz da burada qeyd eləmişəm. Yəni digər səviyyələr üzrə, yəni tutaq ki 5, 6, 7, 8, 9 sinifləri oxumayan şagirdlər. Ola bilər şagird, bax bir daha qeyd edirik, dedi ki, müxtəlif səbəblərdən uzun müddət təhsildə kənar qalan şəxslər, hansı şəxslərdir ki, fərdi təhsilə cəlb olunur? Ümumiyyətlə məktəbə getməyənlər, yəni cəlb olunmayanlar. 2. İbtidai təhsil səviyyəsini 1-dən 4-ə kimi oxuyub, sonradan kənarda qalanlar. Sonra, ümumi təhsilin hər hansı bir səviyyəsi, yəni 5-ci sinif, 6-cı sinif, yəni onları belə deyim, təhsil, deyək ki, 6-cı sinifi bitirir, digər sinifləri kənarda qalır. Diqqətli olaraq. Və bu şəxslər, indi keçək digər məsələ. İbtidai təhsildə, fərdi təhsilə neçə yaşdan götürülməlidirlər? 9 yaşdan 15 yaşdan kimi unutmaq olmaz. Və ümumi orta təhsil səviyyəsindən 16 yaşdan 25 yaşına kimi. Bir daha qeyd eləyək. Deməli, ibtidai təhsil səviyyəsindən fərdi təhsilə neçə siniflərdən götürülür? 9 yaşdan 15 yaşa kimi. Ümumi orta təhsil səviyyəsində neçə yaşdan fərdi təhsilə götürülür? 16 yaşdan 25 yaşa kimi götürülür. Sonra ümumiyyətlə fərdi təhsil almaq üçün diqqətli olun. Yəni hər hansı bir təhsil sektoruna və ya idarəsinə müraciətlə şəxs, yəni vətəndaş müraciəti ilə qeyd olunur və məktəbin direktoruna rəsmi məktub göndərilir. Dedik ki, bunu sual kimi verərlər. Fərdi təhsil almaq barədə, tutaq ki, bir şagirdimizin fərdi təhsil alması. Bununla bağlı prosedur necə olmalıdır? Təhsil sektoruna, belə deyim, şəxsin ərizəsi ilə müraciət olunur və məktəbin direktoruna rəsmi məktub ünvanlanır. Sonra ərizəsini qeyd elədiyi sinif üzrə, məsəl üçün 3-cü sinif olsun, 6-cı sinif olsun, 7-ci sinif olsun, məktəb direktorunun əmri ilə rəsmiləşdirilir. Burada 3 qayda var. Bunu unutmaq olmaz. Baxın, fərdi təhsilə bağlı şagird sizə müraciət edibsə, biz nə etməliyik? Birinci, həmin vətəndaşın valideyni və ya şəxsin özü birinci ərizə ilə təhsil idarəsinə müraciət etməlidir. Bu bir, bax, bu birinci qayda. İkinci qayda, o, belə deyim də, yaşadığı ərazidəki, belə deyim, fərdi təhsil cəlb olunması var da, yaşadığı ərazi hansı məktəbdə, onun direktoruna rəsmi məktub göndərir. Birinci, təhsil idarəsinə, ikinci, məktəb direktoruna və üçüncü isə, belə deyim, ən əsas. Yəni, məktəb direktoruna rəsmi məktub göndərildən kimin əmri ilə rəsmiləşir? Məktəbin direktorunun. Bunu unutmaq olmaz. Bu açar sözdür. Bir daha deyək. Fərdi təhsilə cəlb olmasın. 1. Təhsil idarəsinə müraciət edir. 2. Məktəbin direktoruna rəsmi məktub göndərilir və üçüncü isə məktəb direktoru əmrləşdirir. Yəni, fərdi təhsilin əmrini məktəbin direktoru verir. Sonra, indi deyək ki, hər hansı bir şagirdimiz var, fərdi təhsildə oxuyur. Bu şəxs, müəllimlər, proqramı mənimsəməyib. Bax, bu vacib nöqteyi nəzərlərdən biridir. Proqramı mənimsəməyibsə, pedaqoq şuranın qərarı olur və diqqətli olun. Yəni, növbəti sinifə təhsilini davam elətdirir. Yəni, proqramı mənimsəməyib, yox, mənimsəyib daha doğrusu. Burada nə nöqteyi nəzərdən deyil. İndi biz xitamı da var mənimsəməyən şagirdlərlə bağlı. Mən səhv yeri işarə elədim, qocaldım. Proqramı əgər mənimsəməyən şagird varsa, müəllim bununla bağlı müraciət edir və pedaqoq şurada bu məsələ xitamla verilir. Yəni, həmin sinif, belə deyim də, və təhsil idarəetmə orqanına məlumat verilir ki, bu uşaq proqramı mənimsəyib və o uşağın fəaliyyətini dayandırılır. Yəni, dayandırılır da o uşağın fərdi təhsilə cəlb olunması. Amma ki, ola bilər ki, şagirdimiz deyək ki, 6-cı sinifdə oxuyur və proqramı mənimsəyib, öyrənib fərdi təhsili. Artıq o mənimsəyibsə, pedaqoq şuranın burada da qərarı var, növbəti sinifə keçmək üçün. Deməli, uşaq həm xitam eləmək üçün, həm də növbəti sinifə keçmək üçün hansı qurumun qərarı lazımdır? Pedaqoq şuranın qərarı lazımdır. Mənimsəyibsə, növbəti sinifə keçəcək, mənimsəməyibsə, artıq belə deyim, müəllim təqdimatı ilə belə deyim, pedaqoq şuranın qərarı ilə xitam verilir və bununla bağlı kimə müraciət edir? Təhsil idarəsinə məlumat verilir. Bir daha burada əsas nöqteyi nəzərlər var, onları deyək. Dedik ki, fərdi təhsilə cəlb olunmaq üçün kimlərə müraciət edirik? 1. Təhsil idarəsinə müraciət olunur. 2. Məktəbin direktoruna rəsmi məktub göndərilir və məktəbin direktoru da əmrləşdirir. İndi gəlin digər məsələyə. Tutaq ki, dərsi mənimsəməyən fərdi təhsil alan şagird var. Necə eləyəcəyik? Müəllim təqdimat verir və xitam veririk. Mənimsəsə bəs növbəti sinifə adi qaydada keçirəcəyik. Sonra və fərdi təhsil cəlb olmuş şəxsin nailiyyətləri də bildiyimiz kimi fərdi təhsilin öz jurnalında qiymətləndirilir. Deməli,
Bəs görək fərdi təhsildə biz dedik ki, ibtidaidə 9-dan 15-ə kimi, bir də yuxarıdan qeyd edeyim. İbtidai təhsil səviyyəsində fərdilər 9-dan 15-ə kimi, ümumi ortada 16-dan 25-ə kimi idi. İndi burada xüsusi qeyd elədik. İbtidaidə həftədə 3 dəfə olacaq və ümumi orta təhsil səviyyəsində 3 və 4 dəfə dərslər təşkil olunacaq. Bunu da unutmaq olmaz. Dedik ibtidaidə neçə dəfə olacaq? 3 dəfə. Ümumi orta təhsil səviyyəsində 3 və 4 dəfə olacaq. Fərdi təhsildə ən azı müəllimət dərs həftədə 0,5 ştat olan fənlər əsasında cədvəldə qeyd eləməklə dərs cədvəlində qeyd eləyirik ya həftə aşırı tədris olunur. Yəni 600 dəftər kimi belə deyək də. Yenə deyirəm, dərs cədvəlində qeyd eləməklə həftədə 0,5 saat olan fənlər dərs cədvəlində qeyd eləməklə həftə aşırı tədris olunur. Dərs məşğələləri müddəti isə 45 dəqiqədir. Neçə dəqiqədir? 45 dəqiqə, yəni adi dəqiqədir. Tutaq ki, şagirdimiz müəllim fərdi təhsilindən 8-ci sinifi bitirib, diqqətli olun. Və artıq attestat almaq istəyir. Nə edəcək? Eksternat qaydada imtahan verəcək. Bunu da unutmaq olmaz. Bir daha bu hissələr vacibdir. Qaydım bir daha deyəcəksiniz, bezdirir, amma ki, lazımdır deyə bu hissələrdən. Başlayaq. Fərdi təhsil almaq istəyən vəli gəlib, deyir ki, mən fərdi təhsil almaq istəyirəm. Nə etməlidir? Hansı prosesdən keçməlidir? 1. Təhsil idarəsinə yaxınlaşıb, diqqətli olun, ərizəsi ilə müraciət edir, ərizə ilə. Sonra məktəbin direktoruna da rəsmi məktub göndərir. Ərizəni kimə verir? İdarəyə. Və məktubu kimə verir? Məktəbin direktoruna. Sonradan məktəbin direktorunun əmri ilə də rəsmiləşdirilir. Sonra dedik ki, bəs dərsi mənimsəyibsə şagird, 6-cı sinif proqramını mənimsəyibsə necə olacaq? Pedaqoji şuranın qərarı ilə növbəti sinifə keçir. Mənimsəməyibsə müəllimin təqdimatı ilə işinə xitam verir və bu barədə idarəetmə orqanına məlumat verilir. Bunu da qeyd elədik. Sonra müəllimlər, indi keçək biz xüsusi istedadı ilə. Biz dedik axı, fərdi təhsil, yəni müxtəlif səbəblərdən təhsildən kənarda qalmış şəxslər və yaxud da xüsusi istedadı ilə fərqlənmiş şagirdlərlə bağlıdır. İndi baxaq, bəs xüsusi istedadı ilə təhsil alanları hansı fənlərlə bağlı? Deməli, texniki, diqqətli oluruq, təbiət və humanitar fənlər üzrə xüsusi və bacarığı varsa, xüsusi istedadı varsa, yəni bu fənlər üzrə şagirdlərdə, belə deyim, xüsusi istedadlı şagirdlərlə bağlı fərdi təhsil cəlb olunur. Deməli, fərdi təhsil xüsusi istedadlı şagirdlərlə bağlı hansı səviyyəsində olur? Yəni, ümumi orta. Yəni, 5-ci, 9-cu sinifə kimi, yəni 5, 6, 7, 8, 10, 9-da eksternat qaydada imtahan verəcək. Bəs diqqətli olun, dedik ki, bizim şagirdimiz var, biz onu fərdi təhsildə xüsusi istedadlı şagirdə, ya bax, diqqətli olur, istedadlı şagirdimizin yəni fərdi təhsil cəlb olmasının təqdimatını kim verəcək? Fən müəllimi. Unutmaq olmaz, fən müəllimi. Təqdimatı kim verdi? Fən müəllimi. Harada baxacaq? Metodiki şurada yox, pedaqoji şurada. Təqdimatda amma bizə ona xitam verəndə, baxın, xitam verəndə də fərdi təhsilin müəllimin təqdimatı ilə olur. Pedaqoji şurada baxırıq. Eyni qaydada uşağımız istedadlısı, onu xüsusi istedadlı şagird kimi qeyd edirsə, orada da fən müəllimi təqdim edir və pedaqoji şurada baxırıq. Sonra eyni istiqamət üzrə istedadlı şagirdlər, müəllimlər, fən əgər qrup üzrə təşkil olunursa, 3 nəfərdən çox olmamaq şərti ilə olmalıdır. Eyni istiqamət üzrə, yəni tutaq ki, texniki, tutaq ki, humanitar, tutaq ki, təbiət. Bax, burada istedadlı şagirdimiz varsa 3 nəfərdən çox olmamalıdır. Sonra müəllimlər, diqqətli olaraq, əgər zəruri ehtiyac yaranırsa, digər müəssisədə çalışan hər hansı bir mütəxəssisin fərdi təhsilə, yəni aparılmasına icazə verilir. Əgər müəllimlərimiz imtina eləyərsə, o zaman da yenə saat hesabı ödəniş qaydası olunur və onları işte, belə deyim, fərdi təhsilin monitorinqi də 3 aydan bir aparılır. Bunu da unutmaq olmaz. Diqqətli oluruq. Sonra müəllimlər, dedik ki, əgər istedadlı şagirdlərlə bağlı məktəb rəhbərliyi tərəfindən 2 aydan bir monitorinq keçirdi, 3 aydan bir. Bunu da unutmaq olmaz. Və pedaqoji sonradan bu məsələlərdə müzakirə olunur. Bir diqqətli olun. Xüsusi istedadlı şagirdlərin fərdi təhsil proqramını, baxın, unutmaq olmaz. Fərdi təhsil proqramını yerli təhsil idarəetmə orqanı təsdiq edir. Bax, diqqətli olun bunu. Bax, bir daha sual verib. Tədris planı başqadır. Fərdi təhsilin tədris planını onsuz da Elm və Təhsil Nazirliyi təsdiq edir. Burada heç bir dəyişiklik yoxdur. Görürsünüz, tədris planlarını onsuz da Elm və Təhsil Nazirliyi təsdiq edir. Amma xüsusi istedadı ilə fərqlənmiş şagirdlərin proqrama tədris yox. Yəni proqram, adi bir müəllimlərin proqramı var. Onu yerli təhsil idarəetmə orqanı təsdiq edir.
Bu qədər müəllimlər inşallah sizin üçün uğurlu olar. Dərslərə diqqətli olun. Çox sağ olun. Minnətdaram. Kanala abunə olmağı unutmayın. Sağ olun.